Salam, bugün sizinlə 26 oktyabr tarixində OTK-nın keçirdiyi sınağın coğrafiya fənni suallarına baxacağıq. İndi baxaq. Birinci sual. Quraq iqlimə malik ərazilərdə müvəqqəti axarların təsiri ilə yaranan relyef formaları adlanır. Arid dendasyon relyef formaları. Bura yarğan qobu aid olunur. Antropogen relyef insan təsirilədir. Nival buzlaq adından görünür buzlaq. Sürüşmələr meyilli ərazilərdə baş verən relyef formasıdır. Akkumulasiya materialların toplanmasıdır. Keçdik ikinci suala. Ural dağları və Atlas dağlarını müqayisə edirik. İki yarımkürədə yerləşir bu Ural dağlarıdır. Çünki Atlas dağlarını Greenwich meridianı kəsir və üç yarımkürədə yerləşir. Şimal, şərq, qərb. Şimal yarımkürəsində yerləşir hər ikisi. Cavan dağlardır Atlas dağları. Alp qırışıqlığında yaranıb Atlas dağları. Atlas dağları Alp Himalaya aiddir və Alp Himalayın ən qərb hissəsi Atlas dağlarıdır. Ural dağları isə əsasən Hersin qırışıqlığında yaranıb. Fəaliyyətdə olan vulkanlar mövcud deyil. Hər ikisində fəaliyyətdə olan vulkan yoxdur. Kaledon Hersində yaranıb Ural dağları. Cavab 1, 6, 3, 4, 2, 5 D variantı. Avstraliyanın qərb hissəsinin filiz mənşəli faydalı qazıntılarla zəngin olma səbəbi kristallik suxurların səthə yaxın yerləşməsidir. Ümumiyyətlə, Avstraliya platformada yerləşir və platformada filiz mənşəli faydalı qazıntılar maqmatik suxurların, kristallik suxurların səthə yaxın olduğu yerdə olur. Digərlərini də oxuyaq. Toqquşma zonasını yerləşmir, ümumiyyətlə sərhəddə yerləşmir bu Avstraliya. Çökmə suxurlar üstünlük təşkil etsəydi, yanar mənşəli faydalı qazıntı olardı. Burada cavan dağ yoxdur. Böyük su ayırıcı dağlar qədim dağdır. Ərazi də seismik cəhətdən fəal deyil. Daha sonra 34-cü sual. Əlamətlər okean dibi relyefinin hansı hissəsinə aiddir? Qranit qat var. Qranit qat varsa bu ya materik dayazlığıdır, ya materik yamacıdır, ya da materik ətəyidir. Bu üçündən biridir. Neft və təbii qaz ehtiyatları var və 200 metrə qədərdirsə bu düşünmədən deyirik materik dayazlığı ya da şelf zonası. Dendasyon mənşəli düzənlikləri müəyyən edin. Düzənlikləri iki yerə bölürdük. Dendasyon və akkumulyativ. Akkumulyativ deyəndə ovallıq, dendasyon deyəndə isə yüksəklik və yayla nəzərdə tutulurdu. Burada ovallıqları tez çıxaq. Laplata, Mississippi ovalığı, Küraraz, Qərbi Sibir, Turan ovalığı, Mesopotamiya ovalığı bunları çıxdım. Cavab qalır Y variantı. Dekan yaylası, Braziliya yaylası, Orta Sibir yaylası. Plana əsasən yanlış fikri müəyyən edin. Biraz şəkli böyüdək. Baxaq. Ərazinin cənub-qərb hissəsini meyvə bağı salınıb. Baxıram, doğrudan da həqiqətən meyvə bağı var. Bu getdi. Çayın üzərində metal körpü var. Baxıram, burada da körpü var. Baxın, burada da var. Bu birinci işarələdiyim yerdə taxta körpüdür. Arasında fikir verir, zigzag yoxdur. Amma ikinci isə dəmir körpüdür. Bu da olmaz. Çünki bizdən yanlış istəyir. Çayın sahili boyu qumluqlar yaranıb. Baxıram, qumluq görürəm, yox görmürəm. Qumluqlar necə balaca nöqtələr şəklində olur, amma burada qumluq yoxdur. Deməli, cavab buymuş. Ardına baxaq. Ərazidə kolluqlar var, düzdür. Baxın, bu sarı hissələrdə həqiqətən kolluqlar yayılıb. Bu tərəflərdə də var. Və ərazidə qarışıq meşələr yayılıb. Bəli, burada da qarışıq meşələr var. Bir dənə iynə yarpaqlı, bir dənə də enli yarpaqlı ağac çəkiblər. Təxminən belə bir şey. Bu da qarışıq meşəni bildirir. Hər ikisi bir yerdə olanda. Qafqaz dağlarının yaranma səbəbi. Qafqaz dağları Ərəbistan və Avrasiya tavalarının, daha dəqiq desək, Şərqi Avropa hissəsinin toqquşmasından əmələ gəlib. Yəni kolliziyadan, materik tipli litosfer tavalarının toqquşmasından yaranıb. Daha sonra hər hansı bir ərazinin relyef profilinin hazırlanması coğrafiya elminin hansı tədqiqat metoduna aiddir? Relyef profili hazırlayırıqsa biz qrafik düzəldirik və bu qrafik bir modeldir. Yəni coğrafiya modelləşdirmə. Xəritə sxemə əsasən adı doğru verilmiş coğrafi obyekti müəyyən edin. Baxaq, 4 Efiopiya yayləsi. Bu düzdür. O birləri də baxaq. Laplata ovalığı burada deyil, birdə deyil. Təxminən buralara düşür. Şərqi Avropa düzənliyi burada deyil. Təxminən bu tərəflərə düşür. Böyük Çin düzənliyi burada deyil. Bu tərəflərə düşür. Atlantik sahili ovalıq burada yox. Burada yerləşir. Cavab A variantı.
Günəş şüaları A məntəqəsində zenitdə olarsa, aşağıda qeyd olunan məntəqələrdən hansında günəş şüaları daha kiçik bucaq altında düşər? Deməli, günəş burada A-dadır. Günəş buradadırsa, biz günəşdən uzağa getməliyik ki, ora düşmə bucağı az olsun. Günəşə yaxın olanda isə çox olur. Baxıram ki, D 2-dən aşağıdadır. F 1-dən aşağıdadır. S 1-dən yuxarıda, B 2-dən yuxarıda. Amma ən uzaqda olan Y-dir. Cavab C variantı. Silindrik proyeksiyada hazırlanmış xəritədə ən az təhrif olunan ərazini müəyyən edin. Demək, silindrik proyeksiyada bir silindr götürülür və içərisinə qlobus yerləşdirilir. Və qlobusun səthə toxunduğu bu silindrə toxunduğu hissədə təhrif olmur. Bu olur sıfır təhrif xətti. Yəni biz elə bir ərazi götürməliyik ki, ekvatora yaxın olsun ki, orada ən az təhrif olsun. Bu da şübhəsiz Amazon ovalığıdır. Xəritə sxemdə qeyd edilmiş məntəqələrdən hansı divergent zonada yerləşir, yəni ayrılma zonasında. Ümumiyyətlə bu 3-dür, 1-dir, 5-dir. Ümumiyyətlə sərhəddə yerləşmir, nə divergent, nə konvergent. Bunların əlaqəsi yoxdur. Bunları test çıxdım. 3, 1, 5. Baxıram 2 ilə 4. 2 toqquşma zonasıdır, subduksiya zonası. Bunu çıxdım. 4 isə ayrılma zonasıdır. Düzdür, əslində bunlar eyni istiqamətə gedir. Afrikada, Ərəbistanda, amma fərqli sürət olduğuna görə ayrılmaya məruz qalıblar. Morfoskulptur relyef formaları yaradan amili müəyyən edin. Relyef formaları iki cürdür. Morfostruktur, morfoskulptur. Morfostruktur endogen qüvvələrdə yaranır. Morfoskulptur isə eksogen. Yəni çayların, buzların, küləyin, suyun təsiri ilə yaranır. Və bura aiddir ekzarasiya. Ekzarasiya buzlaqların dağıdıcı fəaliyyətinə deyilir. Doğru sıraları müəyyən edin. Baxaq. Biraz yaxınlaşdırım. Mis, Mərkəzi Afrika, Kongo, düzdür. Burada bir problem yoxdur. Daş kömür, Mərkəzi Afrika, Efiopiya yox. Biz dedik ki, Mərkəzi Afrikada daş kömürdür və onu bilməsək belə Efiopiya Mərkəzi Afrikaya düşmür. Daha şərqdədir. 3. Neft, Meksika körfəzi, Amerika Birləşmiş Ştatları, düzdür. Boksit, Şimali Afrika, Misir yox. Şimali Afrikada əsasən neft, fosforit və daş kömür ehtiyatları var. Amma boksit yoxdur yəni. Dəmir filizi, Ural dağları, Rusiya. Bu da düzdür. Cavab C variantı. Keçək 45-ci sualı. Qabarma elektrik stansiyalarının fəaliyyət göstərdiyi ölkələr. Bura Kanada, Rusiya, Fransa aiddir. Qabarma çəkilmədən enerji alırlar. Sxemdə A və B nöqtələrinin hündürlük fərqi 75 metr olarsa, doğru ifadələri müəyyən edin. Baxım, A buradadır, B buradadır və aralarında 75 metr fərq varsa, mən kəsmə yüksəkliyi tapa bilərəm. Kəsmə yüksəkliyi necə hesablayırdım? Hündürlük fərqi, yəni 75, bölünsün boşluq sayı. Baxıram, 1, 2, 3. 3 dənə boşluq var. Deməli, kəsmə yüksəkliyim 25 metrdir. 3-ü götürürəm. 3 olmayan variantları çıxıram. Daha sonra, şərq yamacda səth axınları daha sürətlidir. Baxın, şərq tərəf bu tərəfdir yamacı. Bura ərazi dikdir, çünki horizontallar nə qədər sıx olarsa, həmin ərazi o qədər dik meyilli olar. Təxminən belə bir şeydir də, yəni bu dağ. Deməli, nisbətən dik ərazidən məlum məsələ, səth axını daha sürətli olar. 1, 3, D variantı da getdim. S nöqtəsinin hündürlüyü 725 metrdir. Baxıram, S buradadır. Demək, S elə bir rəqəm olmalıdır ki, onun hündürlüyü 742-dən kiçik və 25-ə bölünən bir rəqəm olmalıdır. Bu da 725'dir. Tutalım, indi imtihanda yadımıza düşmədi ki, bu hansı rəqəm ola bilər. Nə edirik? 742-ni bölürük 25'ə. Baxaq, neçə dəfə düşür bu? 50. 29 dəfə düşür. Bu da qalığımız qalır 17. Qalıq qaldı 17. İndi bu 742-dən qalığı çıxıram. Qalır neçə? 725. Bu oldu daxili horizontalımız, yəni S. Doğrudan da 725 imiş. 1, 3, 4. 9-cu saat qurşağının orta meridianı ilə Bakı şəhəri arasında yerli vaxt fərqini müəyyən edin. Bunu ayrıca səliqə ilə yazaq.
Deyir 9-cu saat qurşağının orta meridianı. Orta meridianı tapanda, əgər saat qurşağı 12-dən böyük deyilsə, yəni şərq yarımkürəsindədirsə, birbaşa 15-ə vururdum. Əgər rəqəm 12-dən böyükdürsə, yəni qərbdə yerləşirsə, bu zaman 24-dən çıxıb sonra 15-ə vururdum. Deməli, 9-cu saat qurşağının orta meridianını tapaq. Bu da olur neçə? 135 şərq uzunluğu, çünki 12-dən kiçikdir. Çəkirəm 135 şərq uzunluğu. Və Bakı ilə deyir. Bakı yerləşir 50 şərq uzunluğunda. Solda çəkdim, çünki şərqə doğru rəqəmlər böyüməlidir, uzunluqlar artmalıdır. Deməli, bunlar arasında yerli vaxt fərqini tapanda qayda necədir? Yerli vaxt fərqini tapmaq üçün birinci dərəcə fərqini tapırıq. Neçə dərəcə fərq var? 135 çıx 50, yəni 85 dərəcə. Nə üçün çıxdım? Çünki ikisi də eyni yarımkürədədir. Fərqli olsa toplayardım. İkinci, 85-i vururam 4-ə. Çünki yer kürəsi 1 dərəcəni 4 dəqiqəyə dönür. Bu da olur 340 dəqiqə. Üçüncü mərhələ 60-a bölməliyəm ki, görün bu neçə saat deməkdir. 340-ı böldüm 60-a. O da olur 5 saat 40 dəqiqə. Cavab oldu D variantı. Yerin öz oxu ətrafında hərəkətinin coğrafi nəticələrinə aid deyildir. Deyil. Qabarma çəkilmə baş verir, düzdür. Havanın temperaturu sutqa ərzində, yəni gün ərzində dəyişir, düzdür. Gecə-gündüz bir-birini əvəz edir, düzdür. Sutqalıq küləklər yaranır, düzdür. Amma qütb gecə-gündüzü baş vermir. Çünki qütb gecə-gündüzü yeri günəş ətrafında hərəkəti nəticəsində yaranır. Doğru olmayan fikir müəyyən edin. Yer öz oxu ətrafında 1 saat 15 dərəcə dönür, düz fikirdir. Qərbdə yerləşən məntəqələrdə yerli vaxt, şərqdə yerləşən məntəqələrə nisbətən geri olur, düzdür. Günəş şüaları yer səthini şərqdən qərbə doğru işıqlandırmağa başlayır, düzdür. Bütün saat qurşaqlarında yerləşən materik Antarktida, okean isə şimal buzlu okeandır. Bu da düzdür. Y variantı səhvdir. Yerin illik hərəkəti məntəqələr arasında yerli vaxt fərqinin yaranmasına səbəb olmur. Çünki yerin öz oxu ətrafında hərəkəti ilə yaranır yerli vaxt. Günəş ətrafında hərəkəti ilə yox. Bu da bir məsələdir. Bunu da ayrıca baxaq. Deyir, başlanğıc meridianından, başlanğıc meridianı əlbəttə Greenwichdir, çəkdim. 30 və 60 paralel boyu. 60 dərəcəli paralel, 30 dərəcəli paralel. Bizə şimal-cənub demir, yəni bunun əslində bir əhəmiyyəti yoxdur. Oxuyaq, başa düşəcəyiz. Paralel boyu 40 dərəcə hərəkət edən təyyarələr, demək, təyyarələr 40 dərəcə yol gedirlər. Şərqə qərbə fərqi yoxdur, onsuz da bizə bir şey demir. Təxminən çəkirəm belə. 40 dərəcə yol gedirlər. Təyyarələrin qət etdiyi məsafələr arasındakı hərəkət fərqi tapın. Deməli, mən bilirəm ki, paralel üzərində gəzirəmsə, 1 dərəcəlik paralel qövsünü 55.8-ə, yəni 55.8-i vurmalıyam 40-a. 30-da isə 96,5-i vurmalıyam 40-a. Yəni qayda budur. Paralel üzərində hərəkət edən zaman dərəcə fərqini 1 dərəcəlik paralel qövsünə vururuq. Bu da baxaq neçə olur. Deməli 55.8-i vururuq 40-a. Bu olur 2232. Yazıram. 2232. Daha sonra 96.5'i vururam 40'a. Bu da eləyir 3860. Şimdi bunlar arasında fərqi soruşduğuna görə çıxaq. Mən çıx 2232. Bu da eləyir 1628 kilometr. Cavab oldu Y variantı. O bir sual da baxaq. Bu da məsələymiş. 75 şimal enliyi və 53 şərq uzunluğundan hərəkətə başlayan təyyarə
Bunu əvvəlcə çəkək. 75 şimal eləyim və 53 şərq uzunluğundan hərəkətə başlayan təyyarə. Eyni meridian çevrəsi üzrə əvvəlcə 0 azimut, yəni şimal, sonra 180 azimut, yəni cənuba hərəkət edərək ümumi 3885 kilometr yol gedib. Bizə deyir meridian üzərində yol gedib, yəni meridian üzərini gəzəndə biz normalda 111-ə vururduq dərəcə fərqini, tapırdıq neçə kilometr. İndi tərsinə. Bunu 111-ə bölüm ki, görüm neçə dərəcə yol getmişəm. 35 dərəcə. İndi baxıram. 75-dən şimala getməliyəm 35 dərəcə, amma görürəm ki, gedə bilmərəm. Çünki 75-dən 35 yuxarı 110 olur. 110 deyə bir paralel yoxdur. Deməli, burada biz qütb aşmalıymışıq. 75-dən əvvəlcə gəlirəm 90-a. Neçə dərəcə? 15 dərəcə. Gəldim ki, mənə deyərək 35 dərəcə get. 20 dərəcəm qalıb. İndi aşağı da düşürəm 20 dərəcə. 90-dan 20 dərəcə aşağı. O da olur 70 şimal 50. Amma mən qütbü açdım axı, baxın. Mən bayaq burada dayanmışdım. Sonra burada qütb nöqtəsini aşıb gəldim bu tərəfə. Fikir verin, digər meridianı keçdim. 53 şərq uzunluğuna yox, onun əks meridianı, yəni 127 qərb uzunluğuna çatdım. Deməli, cavab oldu 127 qərb uzunluğu, 70 şimal eləyim. C variantı. Keçək 52-ci suala. Yeni planetar inkişaf mərhələsinin sonunda yer səthinə kütləvi yağışların yağmasının səbəbini müəyyən edin. Bu nədən asılıdır? Deməli, əvvəlcə yer səthinin temperaturu aşağı düşüb, sonra isə su buxarı kondensasiyaya məruz qaldığına görə yağışlar başlayıb yağmağa. Miqyas məsələsi. Miqyası 1 santimetrdə 60 kilometr olan xəritədə iki məntəqə arasında məsafə 8 santimetrdir. Yəni, bir sözlə miqyas deyir bizə ki, 1 santimetrdə 60 kilometr. Yəni, 1 bölünsün 60, 5 dənə 0. Düz bunu çevirməyə ehtiyac yoxdur, göstərmək üçün deyirəm. Və xəritədəki məsafəm isə deyir 8-dir. Baxıram ki, mən buradan həqiqi məsafəni tapa bilərəm. Hər şey var. Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni miqyasa vururdum. Yəni, 8-ə vururdum 60-a. Qalır neçə? 480 kilometr. Həqiqi məsafəmi tapdım. Davamını oxuyuram. Miqyası 1 bölünsün 4 milyon olan digər xəritədə isə, deməli, miqyasım neçə olur buradan? 5-dən 0 silirəm, qalır 40. 40. Aha. Bizdən nə soruşur? Xəritədəki məsafəni. Həqiqi məsafəm onsuz da hər iki xəritə üçün eyni. Çünki həqiqi məsafə realda olan bir ölçüdür. Yazıram. Həqiqi məsafəm də 480 kilometr. İndi xəritədəki məsafəni tapanda isə həqiqini miqyasa bölməliyəm. Yəni 480-i 40-a bölürəm, o da olur 12 santimetr. Bu qədər. 54. Xəritə sxemə əsasən qədim dağların yerləşdiyi əraziləri müəyyən edin. Cavan dağlar geosinkronal düşürsə, qədim dağlar isə düşmür. Baxaq. Məsələn, 1 olmaz, Kap dağlardır, qədimdə olmaz. 6 böyük su ayrıcıdır, qədimdə olmaz. 2 böyük xınqandır, dağlıq qədim ərazidə olmaz. Və 4, 5, 3 geosinkronala düşür, cavan dağlardır. Adada yerləşən vulkanları müəyyən edin. Krakata İndoneziyada, Etna Siciliya adasında, Eyjafjallajökull isə İslandiya adasında yerləşir. Vezuvini götürmürük, çünki ümumiyyətlə o yarımadada yerləşir. Bunu qarışdırmayın. İtaliyada, Apennin yarımadasında. 56. Kars mağaraları yarandığı ərazilərdə əsasən hansı süxurlar yaranır? Kars mağaralarında kimyəvi aşınma getməlidir ki, mağara yaransın. Kimyəvi aşınma üçün də bizə kimyəvi süxurlar, çökmə süxurlar lazımdır. Əhəng daşı, dolomit, gips. 1, 5, 6. Uyğunluğu müəyyən edin. Şimali Amerika, Cənubi Amerika. Ərazisində mis qurşağı yerləşir, bu Cənubi Amerikadır. Düzənliklərin formalaşmasında buzlaqların və çayların rolu böyükdür. Bu Şimali Amerikadır, çünki Şimali Amerika, hətta Avrasiya 4-cü dövr buzlaşmasına məruz qalıb. Dünyanın ən uzun dağ sistemi
Ant dağlardır. Cənub hissəsində qədim dağlar yerləşir. Düzdür, əslində Şimali Amerikada qədim dağ var, amma yəni cənub sayılmaz elə də. Bunu şərq götürərlər əsasən. Yəni bu əslində heç birinə aid deyil. Afrika olsaydı götürərdik. Kaledon və Helsin qırışıqlığında formalaşmış dağ yerləşir Şimali Amerikada, Apalaç dağlarında. Demişdik, Apalaç dağlarının şimalı Kaledonda, cənubu Helsində formalaşıb. Keçək situasiyaya, baxaq görə nedir. Coğrafi dərsində şagird əvvəlcə siyasi xəritə üzərində Bakıdan 90 azimut, yəni şərqə və 270 azimutla, yəni qərbə 854 kilometr məsafədə 40 dərəcə paralel üzərində yerləşən məntəqələrin müstəqil Türk dövlətlərinin ərazisində yerləşdiyini gördüm. Deməli, bu Bakıdan, yəni 50 şərq uzunluğundan bir gedib qərbə, bir gedib şərqə. Deməli, şərqdəki A, qərbdəki B. 854 kilometr. İndi 854 kilometrin neçə dərəcə olmağını bilmək üçün 854'ü biz bölürük 85/4'ə. Axı bizə deyir 40 dərəcə paralel boy gəzib. Tapıram buradan 10 dərəcə yol gedilmiş. Deməli, 50 şərqdən 10 dərəcə şərqə 60 şərq olur. 10 dərəcə qərbi isə 40 dərəcə şərq uzunluğu olur. İndi bizə Türk dövlətləri deyə baxıram. Bakıdan qərbdə 40 dərəcədə yerləşir Türkiyə. Burada yerləşir Türkiyə. Şərqdə isə yerləşər Türkmənistan. Türkmənistan. Baxaq, nə soruşur? A və B məntəqələrinin yerləşdiyi ərazinin relyefinə aid xüsusiyyətləri cədvələ uyğun olaraq yazın. Türkiyədə Anadolu yayləsi var, yəni bu bir düzənlikdir. Daha doğrusu burada. Düzənlik. Və bu düzənliyin mənşəyi isə yayla deyirəmsə denodasyon. Denodasyon. Mənşəli düzənlikdir. Deməli, Türkmənistanda isə Turan ovalığı yerləşir. Deməli, bu da oldu nə? Ovalıq. Buna yayla yazardım, görək. Yayla, ovalıq. Relyefin mənşəyi isə akkumülativdir. Akkumulativ. Bu da belə. Keçiyor birisinə. A və B məntəqənin yerləşdiyi ölkələr müvafiq olaraq müəyyən edin. Dedik ki, A nədir? Türkmənistan, B isə Türkiyə. A və B-nin koordinatlarını müəyyən edin deyir. Deməli, A-nı tapdıq nə? A-nı tapdıq 60 şərq uzunluğu və burada 40 şimal enliyi. B-ni tapdım 40 şərq uzunluğu, yenə 40 şimal enliyi.